Yeni bir vacib dərsdə xoş gördük hamınızı dostlar. Deməli bu dərs ümumi biraz daha qısa forması olacaq mindfulness-ə girişin. Diqqətlə qulaq asın, çox vacib məsələləri müzakirə edəcəyik. Birinci başlamazdan əvvəl buranı mütləq oxuyun. Yəni bilirəm, bu video hər kəs üçün deyil. Bir növ olmayanda hər kəs üçün deyil ki, əslində hər kəs üçün. Sadəcə olaraq əksəriyyət, yəni böyük bir hissə girdikdən sonra 90% bir hissə çıxacaq. Mən bunu statistikalardan görürəm. Statistikalarda görürəm ki, videoya klik eləyənlərin, yəni izlənmə görünür, orada məsələn 1000 nəfər baxıb deyək ki, onun sadəcə 5%, 10% videonun məsəl üçün ilk 1 dəqiqəsindən sonra izləyir. Məsələ burasında nədir? İzləyib izləməməklərinin mənə heç bir xeyri və yaxud da ziyanı yoxdur. Sadəcə məsələ burasındadır ki, seçim arasında qalacaqlar. Vaxt gələcək, onlar çox əziyyət çəkəcək. Seçim arasında qalacaqlar. Ya mən deyənə gələcəklər, ya da ki, bu işin başını buraxacaqlar. Bunu mən çox güvən və əminliklə deyirəm. Çünki burada qarşınızda danışan illərin təcrübəsidir. Bu sahədə altını görmədiyim qaya yoxdur. Və mən əminliklə deyə bilirəm ki, onların başına nə gələcək? Bunu çox əminliklə, həzzala deyirəm. Nə gələcək başlarına? Və mən burada bir qurtarıcı kimi artıq danışıram ki, məsələ nə yerdədir? Məsələ düşündüyünüzdən tamam fərqli bir formadadır. İndiki media həddən çox treyderləri zəhərləyir. Yəni ki, fakt nə qədər sıfırdan başlayan həyatda ağıllı biri belə olsa, təcrübəli, ağırlı biznesmen belə olsa, trading mediası onu rahatlıqla zəhərləyə bilər və son qəpiyinə qədər itirmə potensialı var həmin insanların. Çünki bu onlara mediaya da sərf edir, çünki saxta brokerlardır, filandır, onlar reklam verir, qazanırlar həmin axmaq traderlərdən. Beləliklə onlara da sərf edir. Ona görə də bunun qarşısını almaq qeyri-mümkün olacaq. Və bu videolardakı reklamlara filan o qədər kliklənmir deyə, yəni məni izləyən insanlar ağıllı olur deyə, o option reklamlarına kliklənmir deyə mənim videomu YouTube daha da irəli çəkmir. Çünki niyə? Çünki ona görə ki, həmin, yəni siz ağıllı insanlar, məni izləyən ağıllı insanlar o axmaq şeylərə klikləmirsiniz. Hansı ki, onlar sizin pulunuzu itirməyiniz üçün dizayn olunub. Adını trading qoyurlar, amma ki, onlar CFD brokerlarıdır, nə bilim, platformalarda əksəriyyəti sizin pulunuzun itirməyiniz üçün dizayn olunub və mənim videomun YouTube tərəfindən önə çəkilməməsi, çəkib üşüyürəm və yenə də xəbərdarlığımı edirəm. Deməli, dərs strukturu nədən ibarət olacaq? Birinci, bu yazmışam 5 strukturu ki, bu dərs nələr əhatə edəcək. Yəni, bir insan bilməməli olaraq marketə girmək, əslində bu nə demək olduğunu anlayacaqsınız və bu iş barəsində nisbətən xeyli danışacağam. Düzdür, əvvəlki dərslərdə danışmışam, amma çox dağınıqdır. 1 saatlıq dərsin içində 10 dəqiqədə bir yerdə danışmışam. O da yəqin ki, əksəriyyətiniz bunlardan xəbərsizdir və yaxud da sistemli şəkildə öyrənməyib deyə indi daha sistemli formaya salmağa çalışacağam. Deməli, bir məməli primatın marketə girməsi onun 99% biologiyasına və beyninə zid olan bir yerə girməsi deməkdir. Belə deyim, market ən ideal mühitdir ki, o sizdən qoparda, nəinki siz ondan qopardasınız. Ona görə də deyirəm ki, bu biologiyaya ziddir. Həyatdan gətirdiyiniz inanclara, beyninə, keçmişdən gətirdiyiniz biologiyaya və beyinə tamamilə ziddir market. Çünki bura baxın. Burada iki fərqi görürsünüz. Deyək ki, bu sol tərəf siz, insan, məməli primat və sağ tərəf isə marketdir. Burada nələr var? Məməli primatda uğur nə haqqındadır? Həyatda qalmaq, klanına özünü sübut etməkdir, statusdur, qarşı cinsə özünü sübut etməkdir, advokatlığını sübut etməkdir, nəticəni idarə etməkdir. Tarixi yanlış inanc sistemi ilə baxmaqdır.
Yəni bu kimi şeylər onun belə necə deyim, şəxsiyyətindən hopmuş şeylərdir. Bunu heç vaxt dəyişdirə bilməz və market nə haqqındadır? Ehtimal, qeyri-müəyyənlik, long term proses haqqındadır. Tələb etdiyi arxetiplər isə cəsarət, qayğıkeşlik, disiplin və tərəfsizlikdir. Və sosial məməli primatın market haqqında olan ideyası bu arxetipləri dəstəkləməyəcək. Qorxunu, həyəcanı və s. bu kimi məsələlərin gətirdiyi arxetipləri dəstəkləyəcək. Arxetip nəzəriyyəsi 12 arxetip Carl Jung'ın, onu məsələn oxuya bilərsiniz daha ətraflı bu haqda. Mən ümumi qısa üstündən keçəcəm. Deməli bir beyinə baxaq ki, içində bunun nələr var. Belə üstündən qısa bir özətlə baxsaq, nam, yəni negativ assessment machine. Nam nədir? Səni hər dəfəsində sadəcə pisi gördürən, ancaq negativlə özünü mühakimə eləyən tərəfindir. Və məsələ burasındadır ki, o tərəf heç vaxt yox olmayacaq və sən hər an, hər nəfəs aldığın saniyə, əgər onun fərqində olsan, müşahidəçi modunda olsan, onu hiss eləyə bilərsən ki, beynində səni daimi zəhərləyir. Daimi bir zəhər kimi var orada. Ancaq pisə fokus olmaq, pisi görmək, yaxşı ehtimalları tamamilə gözündən çıxardan. Bu isə nəyə səbəb olur? Sənin müsbət potensialını sabotaj edir. Hər sahədə bu var, amma ki, ən çox təsir göstərəcəyi sahə marketdir. Bütün sahələrdə bunu gizləyə bilərsən, amma market sanki necə deyim, bir ölçü cihazıdır. Ölçü cihazıdır ki, o sənin artıq o ölçəcək səni. Onu heç yerdən gizləyə bilməzsən. Məsəl üçün, deyək ki, qızdırman var, bunu hər yerdə gizləyə bilərsən. Həyatda digər işlərində, digər insanlardan gizləyə bilərsən qızdırman olduğunu. Amma market, yəni termometr, temperatur ölçücü cihaz, bunu ondan gizləyə bilərsənmi? Xeyr. Hesab da, trading hesabı da bu termometr kimidir. Yəni o qızdırmanı, o hərarəti ondan gizləyə bilməzsən. Orphan tərəfin var sənin beynində, hansı ki, özünü mühakimə edən tərəfinə bağlılıqla sübut etməyə çalışır. Qorxur, narahatdır, həyəcanlıdır və içində səni mühakimə eləyən, ya sanki yetərsiz hiss eləyən tərəfinə özünü sübut etməyə çalışırsan. Bu isə overtradinglə nəticələnir. Pul statusu olduğu üçün asanlıqla marketin xoşuna gəlməyəcək olan emosional vəziyyətlərə salır. Pul vacib bir şeydir. Pulun ümumiyyətlə, yəni bu beyinə görə çox vacib bir şeydir. Çünki əvvəllər status fərqli idi. Təhlükəsizlik, güc və statusun birləşdiyi anlayışlar dövrdən dövrə dəyişir. Əvvəllər fərqli idi, indi isə fərqlidir. Bunu birazdan başa düşəcəyik. Market ehtimal deməkdir. Elə deyilmi? Həyatda qalmaqsa dəqiqlik deməkdir. Həyatda qalmağı ehtimala buraxılacaq bir şey deyil. Ona görə də videonun başında dediyim kimi, market insan orqanizminə zidd əslində aid olmayan bir şeydir. Həyatda qalmaq çünki ehtimala buraxılacaq bir şey deyil. Pul isə həyatda qalmaq deməkdir, vacib bir şeydir. Ona görə də hər dəfəsində əlin ayağının əsməsi normal olacaq giriş, yəni ilk girən treyderlərdə və mənim deyəcəyimi, irəli deyəcəyimi qəbullanmayan treyderlərdə bu vəziyyətlərə düşmək an məsələsi olacaq. Hər gün düşəcək. Bir gün belə keçsə, o birisi gün düşəcək. Marketdə itçinin mövcudluğu isə ölüm riski, həyatı təhlükə və təhdid olaraq görəcək. Təlimsiz və default bir beyin marketə girəndə bu cür olacaq hər kəsdə. Bu cür olması qaçınılmazdır. Təməl, default beyin bu cür olacaq. Ona görə də default məməli beynini market üçün yenidən dizayn etmək şərtdir. Yəni olanı dəyişməyə, onu cəzalandırmağa, müsbət düşünməyə çalışmaq əksinə vəziyyəti daha da pis eləyəcək. Yeni bir hissə yaradıb o hissədən marketdə, o təşkilatdan hərəkət eləmək lazımdır. Yoxsa köhnə tərəfi danmağa çalışıb da sanki necə deyim, bir daha etməyəcəm deyib də, ayda axmaqlıq elədim filan, bu kimi təkrar şeylər heç bir nəticə verməyəcək. Səhər eyni şey olacaq. Valla yenə deyirəm, nə qədər bugün dərs çıxardırsınızsa çıxardın. Səhər yenə eyni şey olacaq. O birisi gün, səhər olmasın, o birisi gün olacaq. Sonu yoxdur. Yəni bugün bir həftə belə dözsə, həmin şey həll olunmadısa, nə etmən lazım olduğunu bilmirsənsə, həmin o vəziyyət gələndə, həmin o sınaq körpüsü gələndə yenidən hər şey itirilməyə hazır vəziyyətdə olacaq. Pul advokatlıq statusu və gücdür. Bu yüksək səviyyəli
bir genin digər nəsillərə ötürülməsi üçün vacib məqamdır. Güc, status, təhlükəsizlik, advokatlıq bu kimi şeylər həyatda qalmaq üçün vacibdir. Bunlardan qurtulmaq qeyri-mümkündür. Bu inanclar, yəni doğulduğun gündən bəri bu pul barəsində olan inanclardır. Bunlar həyatda qalma sisteminə qazınmış olan şeylərdir. Elə bir qazınıb ki, sən öləndə ancaq onlar yox olacaq. Sən nəfəs aldığın müddətcə onlar da səninlə yaşayacaq. Market qarşısında zəif tərəflərini görməzdən gəlməyə çalışmaq, emosiyalarını kənara atmağa, danmağa çalışmaq, onları idarə etməyə çalışmaq qeyri-mümkündür. Müsbət düşünməyə çalışmaq, yəni nə bilim, problemi həll etməyəcək. Əksinə daha da pisləşdirəcək. Yəni o tərəfi belə bu kimi üsullarla həll edə bilməzsən. Çünki sənin emosiyaların yoxdur, sənin inancların yoxdur, sənin qavrayışın yoxdur. Onlar sənə sahibdir. Kim idarə edir? Onlar səni idarə edir. Sən necə onları idarə edə bilərsən? Qeyri-mümkündür idarə eləmək. Qeyri-mümkündür. Və gələcək ki, məsələlərin harasındadır indi? Onlar idarə oluna bilməz. Onlar bir kənarda həmişə duracaq. Amma bəzi üsullarla onların sənin üstündə olan təsirini kəsə və güclü tərəflərindən icra edə bilərsən. Niyə bu market qarşısında olan zəif tərəfin olan iceberg deyək? Heç vaxt heç yerə yox olmayacaq. Niyə? Yəni niyə bu zəif tərəfin hər gün çıxır axı? Niyə bunu yox eləyə bilmirsən? Olmayacaq. Çünki niyə? Deyək ki, əvvəllər status, güc və approval, yəni community-sindən approval almaq, başqalarının gözünə girməyin şeyi nə idi? Təhlükə ilə üzləşmək, qorxduğu bir şeydə, necə deyim, rewardu tuta bilmək, nəticəni idarə etməyə çalışmaq, yəni nədir? Bir heyvan ovlamaq deyək ki, vuli mamut ovlamaq. Bunlar deyək ki, status, güc, təsdiq almaq kimi şeylər idi. Bunları etmək həzz verirdi, nəticəsi içkidən qaçırdın. Hansı ki bu indiki marketdir. Baxın, bu gördüyünüz indiki marketdir. Mamutun uzun dişləri var. Bu risk deməkdir, ölüm riski deməkdir. Amma həmçinin mükafatdır. Overtradingə səbəb olan şeylərdən biri də budur. Nə qədər riski olsa da qayıdıb yenə sanki attachment style. Bu şeylər baş verir. Sizdən qeyri-asılı olaraq baş verəcək. Və Woolly Mamut və ondan sonra nə olurdu? Baş verən şey nə idi? Burada olan bu personajımız deyək, bu özünü community-sinə sübut edirdi. Və nəticədə bu onda qalmırdı tək olaraq. Yəni bu vəziyyət var, bu necə deyim, özünü sübut etmə, qarşı tərəfdə necə deyim, qalib gəlmək, statusu, gücü filan, bu onun özündə qalmırdı. Bunun əksinə avantajı olurdu ki, necə deyim, o seçilsin, community-də hansı ki alfa lider olaraq seçilsin, qadınlar onunla yatmaq istəsin, genlərinin növbəti nəslə keçirə bilsin. Çünki necə deyim, indiki dövrdə də bu mövcuddur. Birazdan göstərəcəm. Yəni bu, ona görə də indiki insanların hamısında bu köklüdür. Çünki bunların əzzadları onlardır. Əzzadları onlardır ki, hansı ki təbiətdə onlar seçilib, güclü olan, belə bu arxetiplər təbiətdə avantaj idi. Amma marketdə avantaj deyil. Marketdə avantaj olan arxetiplər var. Amma bu kimi bir inanc sistemi, pulu, yəni mamutun yerinə pulunu qoyan bir inanc sistemi marketdə avantaj deyil. Bu burada gördüyünüz, məsəl üçün bu şəkil AI generateddir. Qadınlar arxasınca qaçır. Niyə? Çünki onunla cinsi münasibətdə olmağa daha yönümlü olurlar və gələcək nəslə, yəni gələcək növbəti körpələr onun genindən olması ehtimalı çox olduğuna görə, genlərini, həyatda qalma avantajı olduğuna görə genlərinin və bu günə kimi də bu genlər gəlir. Və bu gün bu genlər özünü necə göstərir? Yəni qadının güclü kişini seçmə, bu genlər yəni ki, hazırda necə gözünü göstərir və buradakı kimi özünü göstərəcək. İndiki dövrdə bu şeylər buradakı kimi özünü göstərəcək. Bu danılmaz bir faktdır. İstənilən, yəni ki, insan hər şeyi dana bilər. İstənilən kişi, istənilən qadın hər şeyi dana bilər. Amma bunun olmadığı demək deyil. Sanki bu danmaq nəyə bənzəyir? Sanki bir insan çıxıb deyə bilər ki, Nihat yalan danışır.
Məsəl üçün mən deyirəm ki, tutaq ki, hər kəs yemək yeyir də, hər kəs yemək yeyir yaşamaq üçün. Biri çıxıb desə ki, Nihat yalan danışır, mən yemək yemirəm. Nə olsun deyir, deyir. Amma fakt bilirik ki, yeməlidir axı. Yeməlidir də, onu çıxartmalıdır da. Bu bunu bu 100 dəfə desin ki, mən eləmirəm. 100 dəfə desin ki, mən eləmirəm. Amma gerçək yox olurmu? Gerçək yox olmur. Videoya dislike ata bilər. Nə bilim, xoşuna gəlmə, komment də yaza bilər. Belə hər şey eləyə bilər. Amma bu yox olurmu? Yox olurmu? Olmur. Özündən qeyri aslı ordadır. Heç yerə yox olmayacaq. Sən nəfəs aldığın müddətcə, sənin ürəyin döyündüyü müddətcə də onlar orada olacaq. O proqramlar beynində olacaq. Heç yerə yox olmayacaq. Heç yerə o yox olmayacaq. Bu necə deyim, bu sosial, çünki sosial primatlar üçün vaxt var idi. Bu çox güclü bir yaşam avantajı idi. Amma bir yerdə sənətkarı öldürür. Bunu yadınızda saxlayın. Onları yox etməyə çalışma belə, yoxsa yaşam üçün adrenalin olmayacaq. Onlar orada qalacaq və market üçün yeni bir hissə yaradacaq. Market üçün yeni bir hissə yaradacaq Nihat. Onu istifadə edəcəksən. Marketdən çıxan o axırda nəticə var, ondan yenə o adrenalini yaşaya biləcəksən. Amma ki, ona qədər o köhnə beyin nəticə verməyəcək. Default, məsəl üçün vəziyyət necədir sizdə əsas? Market ov yeridir, pul ovdur, profit mükafatdır və advokatlığın sübutudur, itki təhdiddir. Pulun nəticəsini ilə indi idarə etməlisən, itirməməlisən. Bunları sənin ağzında demirsən və yaxud da beynində bir səs olaraq eşitmirsən. Bunları bir kimya olaraq sadəcə hiss edirsən. Videonu dayandır da bir saniyəlik, bir neçə saniyəlik, bir 10 saniyə bir özünü müşahidə edə. Görəcəksən ki, hələ də marketlə bağlı bu kimya oradadır. O kimyanı bir yerdə zəhər kimi hiss edirsən. İtirməməyə çalışan bir beyin də nəticə burasındadır, heç vaxt qazanmır. Çünki tək gördüyü şey ancaq negativ outcome-dır. İtkiləri kəsəcək, stopu pis yerdə qoyacaq, bağlayacaq, əksinə əməliyyat atacaq, heç bir səbəb olmadan hansısa bir yönə əməliyyat atacaq, bütün balansını risk eləyəcək, bla bla, bu kimi şeylər olacaq. Necə qazanmaq lazım olduğunu bilir. Modeli var, hər şey qaydasındadır, nə etməsi lazım olduğunu da bilir qazanmaq üçün, amma onları etməyəcək, edə bilməyəcək. Edə bilməyəcək. Yadınızda saxlayın ki, traderin bədəni və biləcəyi qərarlar emosional vəziyyətinin idarə etdiyi kuklalardır. Bu cümləni kanalda atmışdım. Bədən və verəcəyi qərarlar sadəcə extensiondur, artırmasıdır. Emosional beyninin artırmasısan sən. Sən. Sadəcə olaraq emosional beynin uzantısısan, artırmasısan. Onun qollarsan, kuklalarsan. Məsələ burasındadır. Bütün qərarlar emosiyalardan asılıdır. Bir trader üçün də emosional vəziyyət şərtdir. Baxır hansı emosional vəziyyət? Qorxu, həyəcan, şübhə dolu bir emosional vəziyyət, yoxsa cəsarət, tərəfsizlik dolu bir emosional vəziyyət. Iceberg'a baxaq, deyək ki, bu beyindir. Bu sizin beyninizdir, bu iceberg. Bura nə var deyək ki, market üçün lazım olan inanclar, beyin və işin edilişi modeli deyək ki, bu hissədədir və bu aşağıda böyük gördüyünüz hissəyə nələr olacaq? Təbiətdən gətirdiyin beyin, tarixi inanclar, marketdə yanlış işin edilişidir, sorğusuz doğru qəbul etdiyin şeylərdir, inandığın şəxsiyyətindir, bunlar burada olacaq və inandığın şəxsiyyət məsələsi çox vacibdir. İnandığın şəxsiyyət odur ki, icra edilə bilinəcək olan potensialın. Ola bilər ki, gerçək potensialın lap çoxdur. Hər şey eləyə bilərsən. Çox gözəl, möhkəm bir potensialın var da insan olaraq, bir yaratıq olaraq. Amma inandığın şəxsiyyətə qədər bu potensialı icra eləyə bilərsən. İnandığın şəxsiyyət, yəni formalaşdırdığın reallığın sənin artıq limitindir. Ondan o tərəfə olan potensialını icra eləyə bilməzsən. Ondan o tərəfə bu komfort zonadan çıxan kimi köşəyə döndüyünü düşünüb artıq əlində olan pulların hamısını geri verəcəksən. Potensialın artıq sabotaj olunacaq burada. Yanlış inanclardan biri odur ki, inandığın şəxsiyyətlə bağlı. Marketdə çatılacaq bir yer var, bir uğur var, bir zirvə var, bir nəticə var.
nəticə, bir mükafat var. Amma sən hələ də ona çata bilməyibsən. Beyninin bir yeri negativ assessment maşını, yəni mənfi mühakimə eləyən hissəsi hər zaman gecə, gündüz, səhər orada dayanmadan bir kimya ifraz edəcək. O sənin bioloji parçandır. Beynin o amigdalanın o funksiyası bir bioloji parçandır. O heç yerə yox olmadan sadəcə negativ mühakimə eləyəcək səni bütün ömür boyu. Hər şeylə, hər şeylə, hər şeylə. Nə qədər müsbət eləsən belə kifayət eləməyəcək. Amigdalan həmişə səni mühakimə eləyəcək. Deyəcəksən hələ ola çatmayıbsan. Məsələ burasındadır ki, nədir? Çatılacaq bir yer yoxdur. Bu işə ilk başlayan gündən traderlər bu inancla yaşayar. Dəyişdirilməsə fəlakətin sonu olmayacaq. Fəlakət də olacaq market onun üçün. Harasa çatmaq yeri var, mən ora çatmamışam. Onsuz da çatmayacaqsan. Amma beyin elə bilir ki, var. Və ona bir bəhanəsi var ki, artıq səni gecə-gündüz mühakimə eləsin, həyəcana salsın, şübhəyə salsın, narahatçılığa salsın ki, yox hələ eləyə bilməyibsən. Başqa yanlış inanclar haqqında dərslərim var, onları göstərəcəm sonda. Deməli, marketdə əslində çatılacaq bir yer yoxdur. Ya da indiyə kimi heç kəs heç yerə çatmayıb. Sadəcə an etibarı ilə olunacaq bir yer var. Bu məsələyə birdən baxaq. Olunacaq olan yer və ya marketdə uğur əslində nədir? Proses anında market üçün lazım olan yaddaşı gətirməkdir. Proses anında lazım olan yaddaşla icrahat eləməkdir. Bəlkə payoutdur, bəlkə yox, bunların heç biri deyil. Payout sadəcə marketdəki elədiyin əməliyyatların ehtimallarının üst-üstə düşməsi, yəni yüksək ehtimalların hərəkətlərdə iştirakıdır. Yəni bir hərəkətdə iştirak edirsən, yüksək ehtimallı nəzərə aldığın hərəkətdə və o yüksək ehtimallı nəzərə aldığın hərəkətlərin təkrarı işçilər, qazanclar və sonda bir yerə çatdırır və payout üçün lazım olan qaydalar ödənildiyi yerdə eləyə bilirsən. Çatılacaq bir yer deyil. Heç də deyil. Amma oranın çatılacaq bir yer olduğunu düşünsən, oraya çatmaq da qeyri-mümkün olacaq. Çünki onun qarşısında, sənin qarşında, beynində səni hər zaman limitləyəcək proqramlar var. Bu traderin əsas gündəlik işidir. Mən, yəni bütün traderlər, yəni gerçək traderlərdən söhbət gedir. Gerçək traderlərin gerçək işin ediliş modelinin əsas parçasıdır bu. Deyirlər 99%, 97% trader itirir. Onlar trader deyil. Onlar bu işi düzgün eləyirmi ki də deyəsən ki itirir. Birinci işi düzgün eləməlisən. Ondan sonra işi düzgün eləyənləri bir cərgəyə düzüb demək olar ki, bunun neçə faizi qazanır və yaxud da itirir. Yoxsa küçədən keçib də, marketdə hesab açıb da, pul eləyib də, yəni hesab alıb da, fon hesabı filan, trade eləyənlər traderdirmi? Trader deyil. Trader odur ki, bax bunu dediklərimi icra eləyən şəxslər olsun, körpüsü o heç yerində olsun, bir dənə məsəl üçün yanaşması olsun, hansı ki buna güvənir, marketdə o yanaşması arxa fonludur, inanır. Ondan sonra isə bu proses anında market üçün lazım olan yaddaş yaradıb və bu yaddaşı, bu inancları, bu qavrayışları fərqindəliyində saxlayır icrahat anında. Çox uzatmadan növbəti hissəyə keçək. Məsələn, baxın, deyək ki, bura beyninizdir. Düzgün trading üçün yaradılan lazımı hissə buradır, market üçün yanlış olan hissə də buradır. Yəni, bura sənin həyatdan gətirdiyin hissədir. Pul barəsində olan inanclardır, marketdə itki idi, qazanclara qarşı olan tərəf tutuculuğundur, hansı ki tərəfsiz olmalısan. Tərəfsizlik buradadır, tərəf tutuculuğun burada olacaq həmişə. Bu hissəni hər zaman hiss edəcəksən ki, oradadır. Amma market buradan yox, buradan icraat eləməlisən. Və bunu qərar verməkdən ötüründə də fərqindəlik, yəni müşahidəçilik lazımdır. Beynini sanki müşahidə edirsən. Beynini müşahidə eləyə bilməzsən ki, sən hal-hazırda səni oynadan kimdir? Buradır yoxsa buradır? Sən buradan icraat edirsən yoxsa buradan icraat edirsən? Müşahidə olmasa, özünü bir cahil olaraq qapdırsan oksigen buludunun içinə, sən buradan icraat edəcəksən. Bura çünki məməli beynidir. Bura çünki reptil beynidir. Bura hər zaman orada olacaq, heç yox olmayacaq. Sən çox niyyətli olmalısan ki, ancaq buradan şey deyəsən, niyyətli olmaqdan ötürü müşahidə edəcəksən.
və şəxsiyyətini, o bayaq dedim, daxili dialoq var. Beynində hansı ki səni mühakimə edən tərəf və özünü sübut edən tərəf. Bu düşüncələri beynindən, yəni şəxsiyyətindən ayırmalısan ki, bunlar səni göstərmir. Bunlar sadəcə orada bioloji proqramlardır. Özü üçün çabalasın orada. Onlar heç yerə yox olmayacaq. Heç vaxt yox olmayacaq. Amma zaman-zaman sən sanki onlar sən imişkin kimi yaşayacaqsan. Fərqində olmasan, elə yaşayacaqsan sanki o sənsən. Bu səni təmsil edir. Bu şübhə, bu narahatçılıq, bu yetərsizlik, bu qorxu səni təsvir edir, amma sən deyilsən. Bioloji proqramlardır. Və bu şeyə də toxunaq yekunlaşmazdan əvvəl. Beyin həmişə neqativ və emosional vəziyyətə yıxılmağa çox həssas olacaq. Market çox ideal mühitdir ki, hər zaman o məməli beynində amigdalaya yıxılasın. Amigdala çox rahat yıxılsın. Düzgün trading üçün yaradılan lazımi hissə buradır, yanlış yerdə buradır. Bu yanlış hissə həmişə aktiv olacaq, onu həmişə hiss edə bilərsən. Qorxu, həyəcan, şübhə ilə market eksperiment eləyəndə bunu hiss eləyirsən ki, həqiqətən ora var. Nihat yalan danışmır. Başımda boyda şey hərləyirəm. Ora heç vaxt yox olmayacaq. Və bir şey var. Diyeta saxlayan insanlar bir müddət arıqlayandan sonra qayıdır yenə çəki alırlar. Çünki inancları dəyişmir. Hələ də beyin oradadır. Müvəqqəti yemə vərdişlərini dəyişdirə bilirlər, amma sonra yenə fərqindəliyi buraxandan sonra çəki alırlar. Bu da onun kimi bir şeydir. Nə vaxt həmin o şeyi buraxdınızsa, dediniz əfsuda düzəldim, mən sağaldım, yaxşı treyderəm, ondan sonra qayıdıb yenə həmin köhnə vəziyyətlərə yıxılacaqsınız. Hansı ki diyeta saxlayan insanların sonradan çəki aldığı kimi bir vərdişdir bu. Ona görə də ki, traderin günlük rutininin vacib parçası olmalıdır. Bu dediyim məsələlər düzgün tərəfi irəli çəkməkdir, düzgün tərəf yaratmaqdır və başqa üsullardır. Rutinin vacib hissəsi olmasa, fərqi yoxdur ki, sənin nə qədər potensialın var. Çünki onsuz da şəxsiyyətinə olan inancın sənin o potensialının cüzi bir hissəsini icra eləməyə imkan verəcək. Niyə yaxşı? Bəs emosional vəziyyətə yıxılmaq, məntiqi düşünüb də əməliyyatını gözləyə bilməmək arasında dünya qədər fərq var. Yəni, niyə tez yıxılırsan? Yaxşı. Nüjenlə bir dəfə də yaxşı olan tərəfə yıxılmırsan. Ancaq pis, ancaq yəni impulsiv qərar verən, şübhə tərəf, lazımsız əməliyyatlar açan, overtrade eləyən, niyə həmişə bunlar olur? İndi izah eləyəcəm. Çünki itki nədir? Təhdiddir, qazanc da mükafatdır. Bunların verdiyi hisslər, birinci olaraq beynin bunu birinci algılayan müddətcə siqnal gedəndə, bu siqnal əgər ki, düşünə bilən, məntiqi düşünə bilən beynin korteksinə getsə, bu uzun yoldur. Daha çox enerji tələb edir, daha çox glukoza tələb edir beynin, yanacaq tələb edir. Amma amigdala emosional beyinə getməsi üçün daha qısa bir yoldur. Amigdala çünki daha sürətli reaksiya verir. Saniyənin, necə deyim, mində çox cüzi bir hissəsində amigdala artıq reaksiya verə bilir. İtkidə belə həyəcan, qorxu, şübhə, o şey, əsəb, qəzəb, bunlar gələcək. Qazancda həzz, belə şeylər, çoxalmaq filan, bu kimi avantajlar, status, güc, dopamin, adrenalin, bu kimi şeylər gələcək amigdalada. Yəni qazancda o gəlirsə, itkidə də ki, şey gələcək, pislər gələcək və bu qərarlara təsir edəcək. Təbii ki, qərarlar nədən asılı? Emosionlardan asılı ona görə. Məntiqi düşünə bilən beyin çox da iş görmür. Çünki yanacağı çox yandırır. Çox yanacaq yandırır. Ona görə də gün boyunca çox trade eləmək mümkün deyil. Qrafikin qarşısında mümkün qədər 1 saat, 2 saatdan çox zaman keçirməməlisiniz. Çünki yanacaq çatdıra bilməzsiniz. O yanacaq gec-gedə tükənir. Beyin çox yanacaq sərf edir, glukoza sərf edir. Və bu işin nəticəsi ilk olaraq bu məntiqi düşünə bilən beyninə getsə nə eləyərdi? Deyər ki, market ehtimaldan ibarətdir. Mən sadəcə olaraq ehtimalın bu bir üzünə düşmüşəm, burada qazanmışam və yaxud da itirmişəm. Məntiqi beyin bunu başa düşə bilər. Amma o itki birbaşa amigdala daha sürətli getdiyinə görə qərar o saatca bulanıqlaşacaq, gözün qızaracaq. Və bizim etməmiz gerəkən olan şey nədir? Elə başdan itki və qazanca qarşı marketə girməzdən əvvəl tənzimləmə aparmalıyıq ki, sonra hər dəfəsində bu amigdalaya da sizi zibilə salmasın. Əvvəlcədən şey olsa, məntiqi düşünə bilən beyninə şey eləyə bilər, yol açıla bilər ki,
Bunların heç bir hiss vermədən, emosiya vermədən verdiyi anda da biləsən ki, hə, sadəcə ehtimaldan ibarətdir. İçkinin o gəldiyi impulsda da biləsən ki, hə, bu saatca amigdala siqnal getdi. Hətta onu bilsən belə ki, hayda yenə tərə qarışdım, ay içinə zibil, qazanamadım, itirdim burada da. Gəldi, stopu götürdü, getdi. Bunlar amigdala sürətli getdiyini bilsən belə əlindən heç nə gəlməyəcək. Hansı ki, cinayət işləyən insanlar cinayəti işlədiyi anda bilirik həbsə düşəcək. Bilirik ömürlük həbs alacaq. Sadəcə yenə də işləməyi seçir. Çünki o bilmək ona yetərli deyil. Artıq o qərarı verir. Amigdala çünki deyirəm, bədəni kukla kimi idarə eləyir. Emosional və amigdala nədir? Emosional hissə deyək də. Ora bədəni kukla kimi idarə edir. Sən nə bilsən də, bilməsən də o deyən olacaq. O deyən olacaq. Ona görə də ki, onu necə deyim, o əvvəlcədən fərqinə varmadan və düzgün pəncərədən, düzgün inanc sistemindən hərəkət etmədən həmişə səni zibilə salacaq. Yadınızda saxlayın ki, inanclar, emosional vəziyyət inanclardan doğur, qavrayışdan doğur. Sənin içkiyə qarşı olan qavrayışın və qazanca qarşı olan qavrayışın yoldan keçən bir adamınki kimidirsə, bir traderin, təbii ki, poxa düşəcəksən. Ona görə də yeni, nəhayət bir düzgün sistem yaratmalıdır bunlarla bağlı. Və ətraflı dərslərdir, inkişaf etdirdiyim həll yollarıdır, inanclardır, işin ediş modelidir, arxetipləri hər zaman, yəni necə deyim, fərqindəliyində saxlamaqdır, müşahidəçilikdir. Bu kimi çox da ətraflı dərslər Sapiens seriyasında var. Bu əvvəllər 930-un tərkibində idi, sonra çıxdı Cesar Pülsün, amma hal-hazırda sadəcə, yəni onlara giriş olmadığına görə sadəcə mentorluğun tərkibindədir.